Qubada Kia markalı minik avtomobili hərəkətdə olarkən, qarlı hava şəraiti səbəbindən sürüşərək idarə etmədən çıxıb və qayadan aşıb. Yeni Sabah Baku Post'a istinadən məlumat verir ki, hadisə maşında olan uşaq tərəfindən anba-an lentə alınıb. Avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Xəbərə görə, Namiq Mənanın qızı ixtisasca İngilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir. Yanvarın 2-si idi, rayona gedirdik. Nicat yarı yolda telefon zəngindən sonra maşından düşdü, ard-arda siqaret çəkdi, maşına əyləşib, nə olub sualıma, gözləri dolmuş şəkildə, mən dostumu itirirəm, dedi. Bu sözləri aktyor Nicat Rəhimovun xanımı Ülviyə Rəhimova sosial şəbəkədə bildirib. O, aktyor Azər Baxşəliyevin xəstəxanaya yerləşdirildiyi günü yaşadıqlarını bölüşüb. Söhbətin kimdən getdiyini dərhal anladım. Bizi otelə yerləşdirdi, özü şəhərə geri döndü. 3 gün dayanmadan möcüzə gözləyib dua etdik. Azik, sənin qəlbində, davranışlarında, danışığında, niyyətində mənfi heç nə tapa bilmədik. Ancaq kaş biraz da özünü sevərdin. Kaş bu qədər mədəni və güclü olmazdın. Əlavə edək ki, Azər ötən ilin yanvarında uzun sürən böyrək çatışmazlığından dünyasını dəyişib.